Hər kəsə salam. Bugün Türk mətbəxində süd helvası bişirirəm. Çox sadə, amma ləzzətli südlü desertdir. Hazırlamaq asandır, amma bəzi incə detallara diqqət etmək lazımdır ki, nəticə mükəmməl olsun. Əvvəlcə 1 litr südü ocağa qoyub üzərinə 1 stəkana 1 barmaq az şəkər tozu əlavə edirəm. Orta odda şəkər tam əriyənə qədər yavaş-yavaş qarışdırıram. Amma südü qaynatmıram. Şəkər həll olduqdan sonra ocaqdan götürüb kənara qoyuram. Daha sonra ayrı bir qazanda 125 qram kərə yağını əridirəm və üzərinə 1 stəkandan 1 barmaq az un əlavə edib orta odda qovururam. Burada əsas məqsəd unun çiğ dadını yox etməkdir. Təxminən 10 dəqiqə davamlı qarışdıraraq qovururam. Əgər un çox qızararsa süd helvası qoxulu və acı ola bilər. Qovrulmuş unun üzərinə əvvəlcədən hazırladığım şəkərli südü yavaş-yavaş əlavə edirəm və bu zaman dayanmadan qarışdırıram. Bu mərhələdə çırpıcı ilə sürətli qarışdırmaq vacibdir ki, un topak-topak olmasın. Qarışdıraraq orta odda bişirirəm. Qatılaşmağa başlayanda ocağı biraz azaldıram və qaynamağa başlayanda tam bərkiyənə qədər qarışdıraraq bişirirəm. Qarışdırmaq vacibdir, əks halda dibi tuta bilər. Qarışım tam qatılaşdıqda sobaya davamlı qabın içinə əlavə etmək lazımdır. Mən saxsı qabdan istifadə edirəm. Qarışımı qablara tökürəm və əvvəlcədən 200 dərəcədə qızdırılmış sobanın üst hissəsində süd helvasının üzəri qızarıb yanana qədər bişirirəm. Təxminən 20-25 dəqiqə çəkir. Əgər sobanızın üst qızartma funksiyası yoxdursa, ən yüksək temperaturda sobanın ən üst hissəsində qızarda bilərsiniz. Əgər sobanız yoxdursa, üstünə şəkər tozu səpib yanan qaz aləti ilə yüngülcə qızarda bilərsiniz. Və budur, isti halda krem kimi yumuşaq, soyuduqca isə biraz bərkiyən, amma yenə də zərif və ləzzətli süd helvası hazırdır. Üzərinə qovrulmuş fındıq səpib servis edirəm. Hazırlayan hər kəsə indidən nuş olsun. Videonu bəyənsəniz, like edib dostlarınızla paylaşmağı unutmayın. Hələlik!